Həzrəti Fatimə Zəhra salamullah əleyhaya hörmətsizlik edən şəxslərdən biri də İbn Useymindir. Bəlkə də İbn Useymin qədər Həzrəti Zəhra salamullah əleyhaya indiyə kimi hörmətsizlik edən olmamışdı. İbn Useymin gəlib deyir ki, Həzrəti Zəhra salamullah əleyha fədək məsələsində əslində Həzrəti Peyğəmbərin kəlamının əksinə çıxdı və tabi olmadı. Və 3 gündən artıq Əbu Bəkirlə küsülü qaldı. Bu o deməkdir ki, Həzrəti Peyğəmbərin kəlamına qarşı çıxdı və hər kəs Həzrəti Peyğəmbərin kəlamına qarşı çıxsa, Quran buyurur, bu şəxs kafirdir. Və hər kəs 3 gün küsülü qalsa, mömindən bu şəxs asimdir, günahkardır. Və ona görə deyir ki, Allah Həzrəti Zəhranı bağışlasın. Siz təsəvvür edin, deyir ki, Həzrəti Zəhra sanki kafirlər kimi çıxış elədi. Həzrəti Zəhra günah elədi. Həzrəti Zəhra ağlını itirmişdi. Bunu kim deyir? İbn Useymin. Siz vicdanı olan, imanı olan, insafı olan sələfilər bu sözümüz üzərində düşünün. Həzrəti Zəhra barəsində bu sözü deyənin hökmü nədir?